Mən Əmikişev Şirxan, iç xəstəliklər və revmatologiya uzmanıyam və fəaliyyətimi artıq Ege Hospitalda davam etdirməkdəyəm. Bugün sizlərlə qısaca revmatoloji xəstəliklərdən bəhs edəcəm. Belə ki, revmatoloji xəstəliklər iltihaplı xəstəliklərdir və 4 böyük ana qrupda dəyərləndirilməkdədir. Otoimmun xəstəliklər, otoinflamatuar xəstəliklər, spondiloartritlər və vaskulitlər. Bundan sonraki videolarda da bu xəstəliklərin alt qrupları, klinik və laboratuvar əlamətləri, radiolojik xüsusiyyətləri ilə sizlərə məlumat paylaşacağam. Bununla bərabər bizim xəstələr ümumiyyətlə qızdırma, gecə tərləmələri, kilo itkisi, oynaqlarda şişlik və ağrı, bəzən qızartı, dəridə müxtəlif dəyişikliklər, əzələ iltihabı nəticəsində olan əzələ gücsüzlüyü baş vura bilməkdədir. Otoinflamatuar qrupda olan xəstələr təkrarlayan qızdırma, qarın ağrısı, sinə ağrısı, spondiloartrit qrupunda olan xəstələr dəri səpkiləri, psoriatik dəri səpkiləri, bununla bərabər iltihabi bel ağrıları, bəzən iltihablı bağırsaq xəstəliyi əlamətləri ilə baş vura bilməkdədir. Xüsusilə vaskulit qrupu xəstəliklər daha şiddətli xəstəliklər olub, qızdırma, gecə tərləmələri, kilo itkiləri yanında müxtəlif orqanlarda müxtəlif şiddətdə tutulumlar ilə tərəfimizə baş vura bilməkdədir. Təşəkkür edirəm.